Deməli belə, görək bu xaladelnikdə tez buzar ağzımıza gələn danışa bilərikmi eksprompt olaraq? Nəyi demək istəyirəm? Bu xəstəliklər nədən əmələ gəlir? Xəstəliklər. Sonra nələr, sonra nə olacaq? Yadımda deyil. Tamam, belə eləyək. Bundan danışaq ki, insan belə deyək. Tutalım ki, sənə 1 milyard pul verilir, eləmi? Və bir gün ömür verilir və yaxud da bir ay verilir. Sən onu neylisən də istəmirəm. Bunu sayıb qutara bilmirəm bir aya. Bu gedir işinə, eləmi? Sənə eyni bu pul verilir və sənə 100 plus 100, yəni 200 il əlavə də vaxt verilir. Və bu da ikinci 100 ildə bir dənə də bundan verilir. Amma bir dənə şərt var. Yataqda uzanırsan belə kravatda, gözlərin baxacaq. Belə eləyəsən. Yəni ki, pulun var hesabında, şotunda, nə bilim, qapın qızıldandır, pilləkənlərin brilyantdandır, fərq eləmir. 200 ildə ömür sürəsən. Təbii ki, istəmirsən, cəhənnəm olsun, neynirəm onu mən. Deməli, nə oldu burada? Birinci, sənin hələ bir dənə bunu keçək. Tutalım ki, sənə can sağlığı verildi, sağlıq, eləmi? Bir ay ömür verildi. Bu da lazım deyil. Sənə sağlıq verdi. 200 il ömür verildi, amma sənə pul verilmədi. Ömrü boyu dilənçi qaldın. Sən deyirsən, ondan sonra 50 il yaşayardım, nəinki 200 il. Adam kimi yaşayardım. Demək, nəticə nə çıxır? Can sağlığı lazımdır. Eləmi? Birinci, can sağlığı mütləq olmalıdır. Uzun ömür olmalıdır. Bir də maddi rifah. Bu üçü də olmalıdır ki, sən super adam kimi yaşayasın. Adva layiq. Üstəlik deyirsən ki, mənə Allah yarattı da. Yəni Allahın yaratdığı bomboş, dilənçi it gündə olmalı deyil ki. Yaxşı bir şey olmalıdır da. Onun da adına layiq. Beləliklə. İndi burada nəticə bu oldu. Can sağlığı, uzun ömür, bir də maddi rifah. Mən çox görmüşəm. İnsanlar nə edir? Oğurluq edir vəzifədə. Özündən nə bilim bağ filan nələrsə tikir, xaricdə nələri ki, pensiya çıxanda yeyim, içim, nəvələrimlə kef eləyim. Bu burada nəyi uduzur? Birinci növbədə balansı pozur axı. Balansı pozmaqla axı bu oğurluq eləməsəydi, pul aparatda olardı və insanlar rifah içində olardı. Bir-birinə xoşgörülü olardı və heç kəs də bir-birinə lənət qarğış eləməzdi və maddiyyat da azalmazdı. Çünki dövriyyədə olacaqdı. Bu oğurladığı üçün və bunun kimi başdan xarablar çoxdur. Oğurladığı üçün ki, burada nə edəcəm? Nə edir? Biraz canında su var, ailəsinə vaxt ayıramır. Çünki başı qarışıb pul qazanmağa, mal mülk, nələrə. Uşağı ilə vaxt keçirə bilmir normalini. Üstəlik də qorxu içində eləyir bunların hamısını. Sonra da bura çatanda deyir ki, pensiya vaxtımda nə bilim nəvələrimlə vaxt keçirirəm, pulumu xərcləyərəm. Bəli, pul yığıb, bəzən o pul ölə də bilir, bəzən o pulu əlindən də ala bilirlər. Bəzən də uşaqların narkoşa çıxır falan öz yerində. Amma əsas məsələ, bunlar heç bir olmasa da, bu qoca yaşında deməli, şəkər xəstəliyi tapıb. Çünki bunu streslə, qorxu ilə, min bir əziyyətlə bu işi görüb və əməliyyat da olunub. Artıq o maddiyyat onun gözündə deyil. Üstəlik nəvələrinə can sağlığı yetmir bir vaxt ayırsın. Nəvələri də üstəlik xaricdədir. Təhsildə falan da nədəsə. Yəni bax bu cür başqasının haqqına girməklə, balansı pozmaqla, yəni biz bütövük. Sən necə deyə bilərsən ki, mənim əlim ağrıyır, cəhənnəmə ki, zata başım ağrımır, ayağım ağrıyır, cəhənnəmə. Sən bütöv bir orqanizmsən. Yəni insan, yer kürəsi, kainat, bu da canlılar, ağaclar, meyvələr, nə bilim, kosmos, ulduz, bunlar hamısı sənə bitişikdir. Mən hətta bunu sübut da edə bilərəm ki, ulduz səninlə nə əlaqəsi var, necə bitişikdir. Bu çox sadə bir şeylərdir. Yəni normal adamlar üçün bunlar anlaşılan şeydir. Keçdi indi bu birisi tərəfinə. Deməli, bu xəstəlik, bu özü qazandı bu karmasın. İkinci bir tərəfdən, digər insanlar xəstədir. Heç nə oğurluq eləyib, nə vəzifədə kiminsə haqqına girib, heç bir şey eləməyib. Amma xəstəlik tapır. Elə cavan yaşında tapır. Bunlar kimlərdir? Bu kateqoriyaya aid olunur. Deməli, öz ruhunu unudur.
bədəninə vaxt ayırmalıdır, onu unudur. Hüceyrələrini dinləmir və bütün günü çalışır ki, nələrsə toplayım, ay uşağım yaxşı olsun, ay filan şey belə olsun, nətər olsun. Özünə vaxt ayırmır. Özünə 5 manat xərcləməyə qıymır. Özünə 1 saat qıymır. Nə bilim, belə də bütün gün ya maaşla işləyir, ya nə bilim harca fəhlə işləyir, ya gündəlik qazancı var. Tez bazar nəyisə düzüm qoşum əldə eləyim ki, nə vaxtsa çatım harasa dincələm. Sən bura çatdın deyəsən, yox bunu eləyim. Bura çatdın, yox bir dənə bunu eləyim və belə sənin vaxtın olmayacaq. Əgər sən doğrudan özü vaxt elə burada eləyəsən. Burada 10 manat yox, belə deyim də, qazanırsan 5 manat, bir də azadlıq qazanırsan, rahatlıq qazanırsan, xəstəlik tapmıyorsan. Amma burada 10 manat qazanırsan, burada da 10 manat məsəl üçün də buradaca xəstəlik tapasan. Çünki sən balansı pozdun. Hüceyrələrin nələrsə istəyirdi, sən onu təmin etmədin. Məsəl üçün ürəyindən bir şey keçirdi, yemək, nə bilim, nə dincəlmək, yatmaq, istirahət və s. heç birini eləmədin. Bütün günü çalışdın. Bu bədən bundan qisas alacaq. Digər insanlar bu işləri görürlər, bədənlərinə də vaxt ayırırlar, tutalım. Eləmi? Saunasına gedir, masajına gedir, malades, halaldır. Amma ruhuna vaxt ayırmır. Bu zaman ruh da ondan qisas alacaq. Çünki bir yerə qədər ona möhlət verir, alınmayanda vəsə. Nəyi var, qisas alır. Başqa bir tip insanlar özlərinə milli, mənəvi dəyər, güya da, yəni bunu bəhanə edirlər. Əslində içlərində qorxu var, proqram var, nə var. Öz bədənlərinə, öz cəlb ediciliklərinə, möcüzəliklərinə, seksuallıqlarına negativ gözlə baxırlar, şükür etmirlər və heç bir hüceyrənin, orqanın haqqını vermirlər və nəticədə onlarda ən çox birisində xəstəlik əmələ gəlir. Əsasən qadınlarda və kişilərdə olub şeylər. Qadınlarda ginekoloji problemlər əvvəl başlayır kistadan, miyomadan, fibromadan, nədən. Bu soyuq dəymə nəticəsində olur, özündən nifrət eləmək nəticəsində olur, öz cinsəlliyinə pis baxmaqla olur. Sonra bunların ehtiyacını ödəməyəndə olur. Nədir filan kəs nə deyər, bu nə deyər, nə. Gizli lazımsız şeylər. Halbuki sənin can sağlığın burada qeyd eləmişdir. Hər şeydən vacibdir. Bax, burada onlar öz can sağlığını itirirlər. Cavan yaşlar, yəni 40 yaşına qədər bunlar avtomatik olaraq həmin o xərçənglə mübarizə aparmalı olurlar. Ki, uduzurlar çox zaman, 90% uduzur. Çünki o qədər maddiyyat və yoxdur. Üstəlik o hazırlanan dərmanlarda hamısı Allah bilir, Yevlaxda, Padvalda hazırlanır, hardasa. Yəni bilinmir kim hazırlayır, nətər hazırlayır. Beləliklə, bu da bu cür baş verir. Bir də olur, sən əgər ümumiyyətlə hansısa bir hadisə baş verib, kimisə itirmirsən, hansısa əzizi, tanışığı, dostu, nəminə, bu sənə negativ bağışlayır. Halbuki bu kainatın, həyatın axışıdır, gedişatıdır da, bu dövriyədir, olmalıdır. İnsanlar gedir, gəlir, bax bu cür o tərəfə, bu tərəfə öz missiyalarını yerinə yetirirlər, öz işlərinə məşğuldurlar. Yəni yaradanın yanına get də, bu yad yeri getmədir ki, sən niyə bununla negativlə və ya özünü günahlandırma ilə bu cür qınayırsan və sonunda özünə qarşı olan o negativ günahlandırma hissi nə olur? Özünə fikir vermədiyin üçün, bax bu hüceyrələrə falanlara səni bu fikrindən ayırmaq üçün, yayındırmaq üçün sənə bir bəla göndərilir. Yəni bunun özündən, hüceyrənin özündən. Bir dənə qaraltı əmələ gəlir, bu şişir, ətrafdakıları da məhv edir. Gedirsən həkimə, deyir ki, sənin artıq xərçəng xəstəliyinə tutulmusan. Niyə? Özümə zülm elədim. Bu, siz getsəz bu balnisa var ya, xərçənglə əlaqəli. Bizdə nə adlanır o? Ginekoloji balnisasında. O şimdi nəsə də. Oraya gedin, orada həkimlərlə danışın, görün sizə nələr deyirlər. Hansı problemlərlə gəlir insanlar. Ən çox, bax bu cinsəlliklə əlaqəli. Kişi hormonu var, eləmi? O kişi hormonu neyinir ki, o sənin üçün də, sənin orqanizmında nəyisə dəyişir, düzür, qoşur, vitamini, nə bilim nəyi, tərkibi minlərlə şeylə doludur, elementlərlə. Eyni şeydə, yəni belə deyək də, kobudca desək, əgər sən dişlərini yumursansa, ağzını yaxalamırsansa heç vaxt, nə olacaq? O ağız boşluğunda problem əmələ gələcək.
damaqlar çürüyəcək və s. Və yaxud da ki, bir qaba su doldurmusan, ora əlavə su tökülməsə, o su başlayacaq nə olacaq? İylənəcək, kiflənəcək, xarab olacaq. Eyni şey sənin o orqanizminlə əlaqəlidir. Əgər bu bağlı bir yerdir də, həmin o cinsəllik, matka adam, nə deyirsən adına, fərq eləmir. Burada mütləq bunun elmi dildə dövrəyə deyək də, enerji dövrəsi. Biraz mədəni dildə. Hə, sonunda bu şeylər baş verməsə, heç nə, bir dənə xəstəlik əmələ gələcək. Əvvəl üfunətlər başlayacaq, sonra nə bilim nələr. Vaxtında gərək həkimə gedəsən, necə diş həkiminə gedirsənsə, ginekoloqa da getməlisən, nə bilim masaja da getməlisən, terapevtə də. Yəni bunlar boş-boşuna şeylər deyil. Orqanizmaya diqqət ayırmalısan. Bu sənin üçün bir maşındır. Ruhun bu bədəni sürür sağa sola. Əgər sən bu maşının vaxtında benzinin, yağın, nəysə əhəmiyyət verməsən, laqeyd olsan, baxarsan ki, maşın tüstülədi, xarab oldu və səni aparmadı. Amma halbuki bu bədən sənə əmanətdir. Ruhundan verilib ki, ruhun bunda öz ilahiliyin yaşasın. Və vacib məsələlərdən biri də budur. Ruh bədəndə öz ilahiliyini yaşamaq istəyir. Amanın günüdür. Əmanətə xəyanət eləməyin, missiyanızı yarıda qoymayın. Təxminən bunu siyasi siz məndən çox yaxşı bilirsiniz, daha çox şeylər artıra bilərsiniz. Mən də yüngülvari oradan buradan danışdım. Təşəkkürlər.